Bu video anksiyetesi olanlar üçündür. Yəni hər an hər şeydən narahatsan və oturub fikirləşirsən, bekarsan da oturub fikirləşirsən ki, özümü nədən, kimdən qorumalıyam, neysə təhlükə hiss eləyirəm, görüm hardan gəlir, kimdən gəlir. Bu da sənin ürəyin üçün balzam olan video. Özünü hazırda nədən və kimdən qorumalısan. Gəl hazırki enerjinə baxaq. Əslində mənə görə həyatı axarına buraxmaq lazımdır. Allaha güvənmək, Allaha inanmaq lazımdır. Çünki hər zaman da özünə bunu de. Hər şey yolundadır, hər şey mənim xeyrimədir. Bunu deyəndə həyat elə gözəlləşir. Bunu mən hiss edirəm. Neysə, gəl baxaq. Hazırda hansı enerjidəsən? Hazırki enerjinə baxaq. Stabil, normal, sakit bir enerjidəsən. Belə deyim də, ailə ilə məşğulsan, maddiyyatla, işlə məşğulsan bu dəqiqə. Belə deyim, bir növü qapalı bir insanlarla əlaqədardır bu video. Yəni, necə insansan sən? Özün öz işığını yandıran, özün sadəcə özünə güvənən, öz işlərində, çətinliklərin olanda, ancaq belə deyim də, özünə inanan bir insansan. Ancaq özündən gözləyirsən, özün özünə əl tutub, özün özünə dəstək olan bir insanlarla əlaqədardır. Burada işlə əlaqədar ola bilsin, hansısa bir işi düşünürsən və yaxud da ki, münasibətlə əlaqədar, stabil bir enerjidəsən də. Yəni, bu dəqiqə demək olar ki, bütün qayğıları kənara qoyub stabil enerjiyə keçmək istəyirsən. Narahatçılığın nə ilə əlaqədardır? Gəl ona da baxaq. Narahatçılığın nə ilə əlaqədardır? Hazırda əsas narahatçılığın. Əsas narahatçılığın burada bir insanla əlaqədardır. Ola bilsin, uzaqda olan bir insandır. Ola bilsin ki, belə deyim də, ayrıldığın bir insandır. O insana ürəyində demək istədiyin sözün var da, gözləyirsən ki, gəlsin sözümü deyim. Barışmaq üçün istəmirsən. Sadəcə olaraq, yəni burada kimsə sənin ahını alıb, kimsə sənə haqsızlıq mı eləyib, oturub gözləyirsən ki, qoy o cəzasını çəksin, mənə gəlsin, mən də ona sözümü deyim. Bunu eləyən bir insanlarla əlaqədardır bu dəqiqə. Neysə. Görək də. Gəl baxaq, özünü hazırki anda nədən qorumalısan? Özünü nədən qorumalısan? Varmı elə bir məqam? Nədən ehtiyatlı olmalısan hazırki durumda? Nədən ehtiyatlı olmalısan? Burada mən sənə bir şey deyim də, ehtiyatlı olmalı deyil də, burada əsas fokusunu ailənə verməlisən bu dəqiqə. Ailə münasibətlərinə verməlisən. Burada övladın varsa, övladından əlaqədar, yəni daha çox diqqət yetirməlisən. Burada sırf hazırda elə bir etapdasan ki, bütün diqqətin övladlarından əlaqədar olmalıdır. Onlara diqqət yetirməlisən. Bəziləri bəlkə də burada, nə bilim, abituriyent valideynlər var. Ona görə bu qədər belə çıxır ki, diqqətin övladında olmalıdır və s. Çünki bu dəqiqə əsas diqqətin övladlarında olmalıdır. Başqa bir şeylə kartlar deyir, maraqlanma, narahat olma. Gəl baxaq belə bir şey. Kimsə sənə hansısa şəkildə zərər vurmaq istəyirmi? Varmı elə bir insan ki, sənə hansısa zərər vurmaq istəyir və ya plan qurur? Vay, kartlar tələsir. Yox deyə, prosta axtarıb tapaq da. Məncə yoxdur. Gəl baxaq. Varmı kimsə sənə zərər vurmaq istəyən? Oy, burada bir kişi figuru var. Heç də yaxşı bir insan deyil. Ola bilsin, bu sənin keçmişindən olan bir insandır. Keçmişindən əlaqədar olan bir insandır. Hazırda hansı ki, aranızda pauza var və ya bitmiş bir şeydir. Amma bu insan ara sıra səni izləyir, ara sıra yolva çıxır. Yəni, bilmirsən də nədir, it kimi izləyir. Yəni, başqa bir məqsədi yoxdur və ya qorxur yaxın durmaq, ancaq izləyir. Yolda, orada, burada, hər yerdə, yəni bu adamın gözü səni axtarır. Niyə axtarır gözü səni? Nə istəyirsən eləmək? Sənə qarşı planı nədir həmin insanın? Həmin insanın sənə planı nədir də? Nədir planı? O insanın səndə bir, belə deyim də, intiqamı mı qalıbdır, nə qalıbdır? İntiqam deməyək də, onunla çox sərt danışmısan, onun gücünü yemmisən. Elə bil ki, Zbil Karonunda, Zbila Karonu, onun elə bil ki, bir tacı var imiş, özünü belə yüksək bir insan kimi göstərilmiş. Sən ona demisən ki, sən yüksək bir insan deyilsən, sən kimsin, dəstəsi 20 qəpikdir. İndi göyərti də bahalaşıb, bu göyərtidən də ucuzdur. Neysə, çox sarafatçılam. Deməli, belə deyim də, yəni bu insanı bir növ sındırmısan, əzmisən, öz gücünü
göstərmisən və bu insanın səndə bir, belə deyim də, şey qalıbdır ki, mən ona göstərəcəm mən kiməm və yaxud da ki, mən ona göstərəcəm. Həqiqətən də sən dediyin kimi bir insan imiş, amma yenə də yəni qalıb belə. Tamam, səni nə məqsədlə izləyir? Həmin insan səni hələ də izləyirmi? Gəl yenə baxaq. Həmin insan hələ də səni izləyirmi? Bəli, ara sıra izləyir. Neçə dəfə də geri qayıtmaq təklif eləyibdi və yaxud da ki, neçə dəfə də zəng eləyibdi, bəlkə də blok atmısan. Hər nədirsə, yəni bu insan bir növü səndən ürəyi o qədər qırılıbdı ki, oturub fikirləşir ki, görəsən bu cəza üçün nə vaxt çəkəcək. Yəni ortada bir cəza söhbəti yoxdur və sənin elədiyin bir haqsızlıq yoxdur. Ha, yəni bu adam özünü prosta haqlı hesab eləyir. Lazımsız bir insandır. Gəl baxaq. Sənə hansısa bir zərəri dəyəcəkmi? Həmin insanın sənə hansısa bir zərəri dəyəcəkmi? Yox, sən ondan qorumadasan, sənə yaxınlaşa da bilməz, it kimi qorxur, ola bilsin sən onu qanunla, nə bilim, hansısa bir şəkildə hədələmisən ki, duxum var, qabağıma çıxasan, görsən nə eləyəcəm. Karoçi, nəsə belə bir şeydə, yəni heç bir yolla heç nə eləyə bilmir, prosta qıraqda dayanıb sənin rəhminə və mərhəmətinə ümid eləyərək gözləyir ki, görsün. Qarşısına çıxın, bəlkə indi fikir dəyişər, bəlkə indi fikir dəyişər. Uzun zamandır bu insan səni izləyir, nə bilim, bəlkə də 7 ay olar, 7-li vaxtlar çıxır ki, izləyir səni bu insan. Tamam, qarşına çıxacaqmı həmin insan? Qarşına çıxacaqmı həmin insan? Boş insan deyə, bəlkə də hardasa görmüsən dəfələrlə, bəlkə də necəsə görmüsən. Amma bu insan ola bilsin ki, bəzilərinizdə çıxır ki, bu insan sənə hansısa bir magiya falan elətdirir, hətta kilonun başına. Ki, güyəsən cəzabı çəkəsən, güyəsən ona möhtac olasan, ona qaydasan, bu magiya zat təsir eləyirmi sənə? Yox, sənə təsir eləmir heç bir şey, yəni. Onu alladırlar, loxlayırlar onu, yəni. Pulunu alırlar, yalandan ümid verirlər, bu da özü üçün izləyir ki, hə, indi görəcəm, pis vəziyyətdədir, görür, yox, ondan da yaxşı vəziyyətdəsən, pis günə düşür, pərt olur, gedir. İş gördürdüyü adamlarla dalaşır ki, mən demişdim, bu öləcək, ölmədi axı. Neysə, gəl baxaq, o insanla əlaqədar xəbərdarlıq nədir sənə? Xəbərdarlıq nədir sənə o insanla əlaqədar? O insanla əlaqədar elə bir xəbərdarlıq yoxdur. Sadəcə olaraq sərtliyi qoru. Yenə də hardasa, nə cürsə qarşıva çıxanda ağzıva gələni rədd elə getsin, o insandan narahat olmağa dəyməz deyir kartlar. Bu qədər. Aldım, qəbul edilməyəz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.